Halda bizdən nə istəyir? Dövr üstün cədvəlində X elementlərin əmələ gətirib birləşmə bir molda protonların mol sayı. Bu birinci qrup elementidir. Üçüncü dövrün birinci qrup elementidirsə metaldır. Metalların maksimum valenti qrupun nömrəsinə bərabərdir. Yəni bu neçə valentli elementdir? 1 valentli. X-a baxıram. Bəli. Y metaldır. X isə qeyri-metaldır. 5-ci qrupun elementidir. İkinci dövrün 5-ci qrup elementi kimdir? Qeyri-metal. Azotdur da. Hesablayanda gəlib 7. Sıra nömrəsi 7 gəlib azota çıxır. Bu da minimum göstərəcək. Yəni metal maksimumsa bu minimum göstərir. Buraya yazıram X minimum valenti neçəyə bərabər olur? 8-dən qrupun nömrəsini çıxırsan da 8 çıx 5 eləyir 3. Bunu yəni dəfələrdən demişik. Metallar qrupun nömrəsinə uyğun maksimum göstərir. Bir dənə 1s1-dən başqa, birinci dövrün birinci qrup elementindən başqa qalan birinci qrup, ikinci qrup, üçüncü qrup, 3-də də boru çıxıram. Qalanların hamısı metaldır. Yəni bunun maksimum valenti qrupun nömrəsinə uyğundur 1. X da qeyri-metaldır. Yanında minimum göstərəcək. Minimum valentini də tapmaq üçün 8-dən qrupun nömrəsini çıxıram da. 8 çıx 5 eləyir 3, düzdür? Onda bunun aşağısına gəlir Y3X olur. İndi bunların protonların mol sayını istəyir cəmini. X-in sıra nömrəsi 7-dir. 1s2, 2s2, 2p3 də cəmi hesablayanda 7 eləyir. X üçün 7 yazıram. Y-da 3-cü dövrün birinci qrup 3s1-dir. 3s1-ə qədər var idi. 1s2, 2s2, 2p6, 3s1. Bu da eləyir 11. 11-dir. Onu da 3-ə vururam. Deməli eləyəcək 11-i 3-ə vuranda 33. Bunları da cəmləyəndə eləyir 40. Başa düşdüm onu bila? Gəlməm. Buraya sən. Bəli. İndi gəldim 62-ci suala. Alüminium oksidin neçə qramda? 24 qram oksigen var. Alüminium oksid baxıram ki 102-dir. Onun içərisində 16 vuraq 3 nə qədər eləyir? 48. 102-nin içində 48. Onu mən yazmışam. Ay sağ ol. 24-də nə qədərin içərisində olacaq? 54 yarı qədər. Aha. D variantı. Sonra Amma o ikinci sualda yalnız 3'ü götürmüşəm. Həcmlər bərabərdir. Baxaq. Eyni mol sayda götürülmüş qazlar üçün hansı ifadələr doğrudur? Atomların ümumi sayı eynidir, səhvdir. Bax, bunda 8 eyni həcm götürürəm, onu A mol götürürəm, bunu da A mol götürürəm. Burada 8A qədər atom olacaq, əgər A mol götürürəmsə 8A qədər. Burada isə 2-dir, A-ya vursam 2A qədər eləyəcək. Atomların ümumi sayı. Atomların ümumi sayı eynidir, ifadəsi səhvdir. Molekul sayı müxtəlifdir, səhvdir, eynidir. Eyni həcm götürmüşəmsə, molekul sayı eynidir. Həcmləri bərabər doğrudur, kütlələri müxtəlifdir. Bəli, kütlələri müxtəlifdir. Baxım görüm, kütlələri müxtəlifdir. Bu da doğrudur, axı, burada kütlələri müxtəlifdir. Baxım, yox, C2 aşağıdır, bunda da 30, bunda da 30, yox, eynidir. Yalnız 3 eləyir bu da, D variantı. Bu da 30, bu da 30 eləyir də eynidir kütlələri. D variantı. Sən də elə götürmüsən? Bəli. Şimdi gəldik 64-də. Tərkibində eyni mol sayda karbon atomu olan CH4 və C3H8 qazları qarışdırılır. Qarışığın orta molar kütləsini hesablayın. Eyni mol sayda karbon atomu. Bir CH4 götürürəm, bir də C3H8. Orada üstünü hesablayıq da mən bunu. Yox, karbon atomu sayını eyniləşdiririk. Karbon atomu birinci eyniləşdirək, sonra burada 3 moldu. Axı burada 1 moldu karbon. Deyək ki, eyni sayda karbon atomu olsun da. Yəni, bura A qoyuram, burada 3A qədər karbon varsa, gərək mən CH4-ün qabağına 3A qoyum. Yəni ki, karbon sayı eyni yerimdə. Burada da 3A elədi, burada da 3A elədi. Gördünüz? Eyni sayda karbon atomu olan CH4 və C3H8 qazları qarışdırılır. Qarışığın orta molar kütləsini hesablayır. İndi M orta necə hesablayırsan? M orta bərabərdir. 3A vuraq, CH4-ün kütləsi. CH4-ün də M-rin hesablasaq, bu eləyəcək 16. C3H8-in M-rin hesablasaq, bu eləyəcək 44. 3A vuraq 16, üstə gələk. A vuraq 44, bölürəm A-ların cəminə, yəni 4A-ya. Bu da eləyəcək neçə? Deməli, bu eləyir 3 18, 48, üstə gələk 44. Bölək
neçə bölək 4. Bu da eləməlidir 23. C variantı. Sən necə yazmısan? Amma o yazamadım. Oradan sürü yadıma düşmədi orada. Nü1, M1. Üstə gələ Nü2, M2 bölsən nülərin cəminə. Niyə? Burada heç olmasa karbonların sayını bərabərləşdirmişdin orada. Görüm ora qədər fikirləşmirsən. Karbonların sayını bərabərləşdirmişdin. Yəni karbonla eyni karbon atomu deyirsə bərabərləşdirməlisən də. 3A buradadırsa burada da 3A. Ona görə CH4-ün qabağına 3A qoymalısan. Bu asan sual idi. Gəldi 65-ci sual. Deməli burada hələ ki birincini yazmamısan, hə? Birincini yazmamısan, dördü də yazmamısan, yoxsa özündən variant atmırsan? Yox, mən 65-də 1 ilə 4 yazmışam. Onu demirəm, 61-də 64-ü yazmamısan, yoxsa? Yox, mən variant atmadım. Çünki səhv çıxsa şey... Bəli. Fərq edirdi. Hə, sağ ol. İndi 65-də nə yazmısan? Su ilə qarşılığı yeni cinslidir. 1-4. 1-4. Doğrudur. Bu maye, bu isə 5 maye. Doğrudur. Deməli, gəldik 66-cı suala. X-in nisbi atom kütləsini hesablayın. Nisbi molekul kütləsi deməli, bunun M-dirsə X2O3-də də M plus 26. Aparıb yenə qoyacaq. N2O üçün çıxırmam orada. Hə, N2O üçün M-ri 28 üstə görək 48. Bu eləcə 76. Yəni M bərabərdir 76-dır. Bax, bunun M-ni hesablayırsan da 14-dür. 14 vuraq ki 28. 28-in də üstünə 3 dəfədən 18. 48 gəlsən. 28 üstə gələk 48 eləyir 76. Burada M-i tapdın mı? Aparıb o birində yerinə qoyuram. 2x plus 48 bərabərdir. M-in qiymətini aparıb burada aşağıda qoyuram yerinə. 76 üstə gələk 26 eləyəcək 102. 102. Təzədən 2x bərabərdir. 102-dən çıxacam 48-i eləyəcək 54. X də bərabərdir 27 eləyir. A variant. Düz yazmışdın belə? Bəli, mən 27 yazmışdım. Keçirik növbəti səhifəyə. Burada bərabər mol sayda götürülmüş. Deməli, bərabər mol miqdarda götürülmüş CH4 və CO2 qazları qarşılığının bərabər mol deyir, amma mol sayını bilmirəm. Bilirəm ki, bərabərdir. CH4 yazıram, karbon qazı yazıram, mol miqdarını bilmirəm. İkisinə də A qoydum. Qarşılığın kütləsi bərabər mol sayda götürmüş. Qarşılığın kütləsi 30 qram olarsa, bu qarşılıqda metanın həcmini hesablayın. Yəni, bu 16-dır. Bu kütləsi MR 16-dır da. Bu da ki 44-dür. 16 vuraq A, 16A. Üstə gələk 44A. Nə qədər deyir? 16, 44, 50, 60. 60A bərabərdir 30. A da bərabərdir buradan 0,5. Tapdın mı? Bu qarşıda metanın həcmi var. Yəni, hərarəsinə 0,5 düşürdü onsuz da. Yəni, 0,5 molda nə qədər edir? 11 tamamdır. Bəli. Sən də elə yazmısan? Bəli. Gəldik 68-ə. Bax, bunların həcmləri eynidir. Buna A mol qoyuram, buna A mol qoyuram. Həcm eynidirsə, mol miqdarı da eynidir. Ümumiyyətlə, yadınızda saxlayın. Mol sayı bərabərdir, molekul sayı bərabərdir, həcm payı. Həcmi. Yəni, bunlar hamısı bir-birinə bərabərdir. Həcm deyəndə, məsələn, hərəsinin mol payı özümdən deyirəm. Hərəsindən 1 mol götürmüşəmsə, hərəsində molekul sayıdırsa deyəndə, prosto NA-ya vursun. Hərəsində 1 NA-dır. Onsuz da NA-ları ixtisar eləsəm, sonda 1-in 1-ə nisbət alıram. Həcm deyəndə də hamısını 22,4-ə vuram da. 22,4 birində də 22,4 birində yenə də ixtisar eləsək, mol nisbəti kimi almış olur. Yəni, mol sayı, molekul sayı, həcm payı eyni şeydir. Sadəcə molekul deyəndə NA-ya vursan, həcm deyəndə 22,4 litrə və s. İndi gəldik, burada deyir həcm eynidir. Yəni, hərəsindən A mol və ya A litr götürmüşəm də. Normal şərait deyir. Kütləsi 48 qramdırsa, onda hidrogenin kütləsini istəyir. Görün, bu 48 qram oksigen nə qədər həcm tutur? 32 qram oksigen 1 mol həcm tutursa, 48 qram oksigen olacaq 1,5. Deməli, elə bundan da 1,5 mol götürülüb, bundan da 1,5 mol götürüb. Çünki bunların həcmləri eynidir. 1,5 mol H2 neçə qramdır? 1 mol H2 2 qramdır. Bəli, 1,5 də olacaq 3 qram
C variantı uyğun gəlir. Yəqin ki, bunu da düz yazmışam. Bəli, 3 demişim. İndi gəlirik 69-a. 65 dərəcədə hansı maddələr maye haldadır? Burada 65 dərəcədə bir X 65 dərəcəsi gəlir bura düşür. Bu qaz halına düşür. Y üçün 65 dərəcə ortaya düşür. Bu mayedir. Biz bilirik ki 20-də əriyir. 60-da qaynayır. Bu orta olacaq maye. 60-dan da yuxarı olacaq qaz. Y üçün də 65 ortaya düşür. Z üçün 65 40-dan sonraya düşür. Yəni buxar halına düşür. Yalnız Y-D variantı uyğun gələcək 69-da deyildi. Sən necə yazmışdın? Hələ Y yazmışam. 70-də. Hansı sıra üzrə birləşmələrdə azotun kütlə payı azalır? Azotun kütlə payı azalır. Nə qədər? Burada hər birinə baxıram ki, azotun kütləsi indi. 28, 28, 28 hamısı indi. Onda kütlə payı nə zaman azalacaq? Məxrəc nə qədər çoxalırsa. Kütlə payını da tapmaq üçün orada azotun kütləsini bölürsən ümumiyə. Ümumi də hansında oksigen çoxdursa, ümumi kütlə çox olacaq. Bəli. Məsələn, ümumi kütlə çox olacaq da, oksigen hansında çoxsa. Bir var 28-i bölürsən N2O-nun kütləsinə. Bax, burada bir dənə oksigen var da əlavə. Bir var ki, 28-i bölürsən N2O5-in kütləsinə. Bax, oksigen sayı çoxalır deyə, məxrəc çoxalır deyə rəqəm kiçilmiş olur. Onda mən burada kütlə payının azalma sırasını dediyinə görə, azalma sırası dediyinə görə... Yox, 1-2-3 olur. Böyükdən kiçiyə. 1-2-3. Sən nə yazmışsan? Mən də 1-2-3 yazmışam. Qorxdum, elə bildim, elə yazmışam. Yox. Hidrogenin yanma istiliyi... Mən 2 dəqiqə mən gəlirəm. Bir dənə zürsən evdəkilər sağır. Deməli, burada da çətin bir şey yoxdur. Birinci 2 günü tapırıq. Yanma istiliyin köməyi ilə ki, deməli, 2 kü reaksiyon istiliyi effektidir. Sonra 4 qrama Salam Fatimə, yaxşıyam, çox sağ ol. Bugünkü olan OTK sınağını müzakirə edirik. Bilaldan Bilal getmişdi. Yəni, sizə atdığım yox bugünkü. Sonra sizə attığımda baxarıq. Deməli, 4 qrama, burada 2 kü istiliyi ayrılırsa, 8 qramı nə qədər ayrılır? Buradan da alınacaq 4 kü. Sonra, indi gəlirik neçəyə? 72-yə. X, Y, Z, T eyni dövrdə yerləşən əsas yarım qrupun elementləridir. Eyni dövrdə yerləşən əsas yarım qrup elementləridir. Sıra nömrəsi ən böyük olan Z-dir. Əsas yarım qrupda yerləşir. Bax, bunu bir çəkək ki, qrup üzrə yerləşir. Sıra nömrəsi ən böyük olan Z-dir. Onda səncə Z harada yerləşir? Z. Eyni dövrdə yerləşən, dövr daxilində gedir. Mən elə bildim, eyni qrupda deyil. Eyni dövrdə yerləşən əsas yarım qrup elementlərdir. Eyni dövrdə. Sıra nömrəsi ən böyük olan Z-dir. Bunu gətirdim, bura qoydum. Ən böyük olan Z-dir. Gətirdim, qoydum bura. T-nin reduks edicilik qabiliyyəti ən böyükdür. Niyə mən Z-də ən axıra qoydum uşaqlar? Çünki eyni dövrdə yerləşir və sıra nömrəsi ən böyük olan Z-dirsə gətirib ən axıra qoyacam da. Sıra nömrəsi soldan sağa artır. Yuxarıdan aşağı da artır, soldan sağa da artır. Fərqi yoxdur. Sonra T-nin reduks edicilik qabiliyyəti ən böyükdür. Reduks edicilik metallığa aiddir. Bunu necə yadımızda saxlayırıq? Mən keçən dəfə də dedim, əgər yadınızdan çıxırsa, metallıq yazırsınız, reduks edicilik, yəni belə də saxlaya bilərsiniz. Mən bunu mexanizmdə izah eləmişəm, necə dəyişir, necə olur reduks edicilik yaranır, elektron verir, element oksidləşir olur reduks edici. Çünki onun verdiyi elektron hesabına birləşmənin içində başqası reduksiya olunur. Mən bunu izah eləmişəm dəfələrlə, amma yaddan çıxırsa belə də yadda saxlaya bilərsiniz. Metallıq reduks edici. Metallar harada çoxdur? Sol tərəfdə. Qeyri-metallar sağdadır. Oksigen orada, klor orada, qeyri-metallardır. Soldan sağa getdikcə reduks ediciliyi azalır. Çünki metallıq azalır. Orada qeyri-metallar var, oksidləşdiriciliyi artır. Mənə deyir, reduks ediciliyi ən böyük. Ən böyük metal ən böyük olan haradadır? Birinci qrupda. Ona görə T-ni gətirib əvvələ qoyuram. Sonra X-in iyonlaşma enerjisi Y-dən çoxdur. X-in iyonlaşma enerjisi Y-dən çoxdur. İyonlaşma enerjisi də qeyri-metallara xas olan bir xüsusiyyətdir. Nə qədər iyonlaşma enerjisi nədir? Özünə elektron birləşdirərkən ayrılan enerjidir. Yəni, başqasından elektron qoparır, özünə birləşdirir. Bu zaman ayrılan enerjidir. Bu elektron qopardan kimdir? Elektronu alan kimdir? Qeyri-metal olacaq da, metal elektron verir. Yəni, iyonlaşma enerjisi böyükdürsə, o daha güclü qeyri-metallıq xassəsi göstərir. Deməli, X-da bura qoyuram.
X-dan Y-i müqayisəndə Y-də ondan əvvəldə yerləşir. Çünki X-in iyonlaşma enerjisi Y-dən çoxdur. Bax, bu formada. Bu da eləyir T, Y, X, Z. İndi məndən nə istəyir? Soldan sağa doğru ardıcılıqla düzün. D variantında var. T, Y, X, Z. Başa düşdünüz bunu uşaqlar? Bəli. Hələ ki neçəsini yazmamışam. Üçün deyəsən. Deyir ki, A, B azalır. Azalırsa kimdir bu? Başlanğıc maddələrdir də. Bunlar reaksiya edir. Düzdür? Yazıram A üstə gələk B. Əmələ gələnə C. A-dan nə qədər qalıb? Heç nə qədər. Gedib sıfıra düşüb. Düzdür? Sıfır. Aysa bu A-nın altına 12 yazıram. Hamısı getdi. B-dən nə qədər sərf olunub? 12 çıx M qədər. Bax 12 manat pulum var idi. Getdin. Nə qədərsə xərcləmsən, gəlib M-də dayanıb. Bəli. Nə qədər xərcləmsən? 12 çıx M qədər. Bax tutaq ki, 12 manat pulun var idi, cibində 2 manat qalıb. Nə qədər xərcləmsən? 10 manat xərcləmsən də 12-dən 2-ni çıxartdın. Yəni 12 çıx M qədər xərcləmsən, sonda da almısan 20. Nə döyüləsiniz siz? Bu elə 24 çıx M bərabərdir 20. M də bərabərdir 4. Ey Allah. Bəli. Nəysə, keçdik. 74-dən. İşləmsən bunu? Onu bəli yazmışam. Nə yazmışsan? 74-ü mən variantına baxım. Mən orada ya 4 yazmışdım. 4 lira. Sağ solu bərabərləşdirməlisən də. 4 buradadır. Oksigen. 6 burada da oksigen. Cəmi 10. Solda da 5 vuraq ki 10. 10 burada, 10 burada. Düzdür. İndi azota baxıram. Qabağında 4 var axı. Deməli bu N olmalıdır. 6 2 12. Bu da H3 olmalıdır ki. Qabağında 4 var axı. Vuranda 4 N burada olsun. Sağda da 4 N. 6 vuraq 2 12. Burada vuranda 4 vuraq 3. Burada da 12 olsun. Sağ solu bərabərləşdirmək lazımdır. Qabağındakı əmsalı da nəzərə alıb bura vurmalısan da elə bil. NH3. NH3-də də atomların sayı 1 azot 3 dənə də hidrogen cəmi eləyəcək 4. Y variantı. İndi gəldik 75-ə. X onu yazmamışam. Elə. Hay Allah, hay Allah. X 16 4 müsbət iyonunda olan elektronların sayı. Bunda nə qədər elektron var? 16-da 4-ün verdi, elədi 12 elektron. Y3 müsbət iyonunda olan elektronların sayından 9 ədəd azdır. Deməli, bunda 9 ədəd azdır da, Y3 müsbətdə 9 ədəd çoxdur da. 12-ün üstə 9 gələnə nə edir? 21. İndi gəldik. Deməli, 75-də nə deyir? 16 4 müsbət 12 elektron qaldı. Bu iyonda olan elektronların sayı Y3 müsbət iyonda olan elektronların sayından 9 ədəd azdır. Bunda deməli Y3 müsbətdə 9 ədəd çoxdur. Yəni bunda 21 elektron var. 9 ədəd çox edirsə, hara qayıtdıq. 9 ədəd çox edirsə, bunda 21 elektron var. 21 elektron var. Bu Y3 müsbətdə 21 elektron qalıb da. Bunun sıra nömrəsi 21 demək deyil. Elektron sayını buraya yazır. 3 elektron verib 21 qalıb. Deməli, bunun sıra nömrəsi 24 imiş. Sıra nömrəsi 24 olanı əzbərləmişdik. Kim idi bu? Kim idi bu gözəl insan? Bu gözəl element kim idi? Deyirəm mi? Qarabaqara sizi izləyəcək. Bu Xrom idi, bu Xrom. Xromla mis sizi hara gedirsə qabağınıza çıxacaq. Gördünüz, kölgə kimi sizi izləyir. Deyirəm, deyəcəm də. Çünki bütün qəbullarda da var. Qabağınıza çıxacaq. Çünki bu fərqlilikdir. 24, 29 bunu əzbərləməlisiniz. Xrom 24, mis 29. Bu bizim him kimi ağzımızda olmalıdır. 24. 24 isə 3D5, 4S1. Mis də olacaq 3D10, 4S1. Bəli. Deməli, necə elədik uşaqlar? 16 bu iyonda olan elektronların sayı. 4 müsbət, yəni 4-ün verir, 12 elektronu qalır. Y3 müsbət iyonda olan elektronların sayının 9 ədəd azdır. Deməli, Y3 müsbətdə 9 ədəd çoxdur. 12-nin də üstünə 9 gələndə edir 21. Bu Y3 müsbətdə 21-dir də. Deməli, bu 3 borc veribdir, qalıb 21 elektronu.
İndi bu borc verdiyindən qaytarsaydı, əvvəl neçə dənə elektron olardı? Bunu deməli, əvvəl 24 elektronu var imiş ki, bunun üçünü verib, qaldı 21. Neçə, yəni atom halında 24 var imiş. 24 sıra nömrəsidir və sıra nömrəsi neçədirsə, o qədər də protonu, o qədər də elektronu olur neytral halda. Amma ben onun üzərinə 3 müsbət qoyub, bu cür formada yazırıq da. Yəni bunun sıra nömrəsi 24-dür, tapdıq. Sonra cütləşməmiş elektronların sayı istəyir, bu da 3D5, 4S1. 5 dənə burada, bir dənə də burada. Çünki D-də 5 orbital var, hərəsində 1 elektron, S-də də bir dənə, cəmi 6 dənə elektron eləyir. Y variantı. Bu da belə. İndi gəldik 76-ya. Proton sayı A, neytron sayı A+1. Y üçün də proton sayı A+4, neytron sayı A+5. X, Y atomların protonlarının cəmi 26-dır. Deməli, X-dən Y-in protonların sayı protonların cəmi 26-dır. Protonların cəmi 26-dır. Bu elementin əmələ gətirdiyi X3 Y birləşməsinin molar kütləsini hesablayın. Protonlarının cəmi 26-dır. İndi bunun da protonu A'dır. Bunda da A+4'dür. Və bunların təbii ki sayı da var. Proton sayı A'dırsa X-da vuracam 3'ə eləcək 3A. Üstə gələk. Y-in da proton sayı A+4'dür. Yazıram A+4. Cəmi eləyəcək 26. Niyə vurdum? Çünki X-in protonu A'dır. 3 moldur. X3 Y-in içərisində görəm 3 dənə X var. Vuracam 3'ə. Y-in da A+4'dür. Cəmləyirəm 4A bərabərdir. Nə qədərdir bu? Belə olacaq.